qonaqlar, əziz tədbir iştirakçıları, hörmətli ağsaqqallarımız, hər birinizi salamlayıram. Tədbirimizə yığışdığınız üçün hər birinizə təşəkkür edirəm. Sağ olun. Öncəliklə bu tədbirin təşkilində bizə dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün xanıma, sektor müdürü Tural müəllimə təşəkkür edirəm ki, belə bir layihədə bizə dəstək oldular və biz gəlib sizlərlə görüşə bilmişik. İndi isə çox-çox xahiş edirəm ki, torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqə sükutla yad edin. Allah rəhmət edin. Allah rəhmət. Amin. 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 Bildiyiniz kimi bizim Azərbaycan xalqının başına bugünə qədər bir neçə dəfə soyqırım hadisəsi gətirilibdir. Onlara misal olaraq Xocalı soyqırımı, 31 Mart soyqırımı, Başıbel cinayətlərini misal gətirmək olar. Bizim də soyqırım həqiqətləri tanıtması ictimai birliyini yaratmaqda məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqının başına gətirilən bu soyqırım cinayətlərini dünya arenasında tanıtmaq, təbliğ etmək, onlara hüquqi qiymət verilməsini təmin etməkdir. Biz neçə illərdir torpaqlarımız işğal altındaydı, köçkünlük həyatı yaşayırdıq və şükürlər olsun bugünə ki, Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin uzaq görən siyasəti nəticəsində, güclü ordumuzun sayəsində, igid oğullarımızın sayəsində biz artıq 30 ilə yaxın bir devirdən sonra öz torpaqlarımıza, öz yurdumuza, yuvamıza geri qayıtmışıq və nə gözəl ki, artıq bizim evlatlarımız öz baba yurtlarında, öz nənə babalarının torpaqlarında öz həyatlarını yenidən qururlar və bizim də məqsədimiz, bu layihəni həyata keçirməkdə məqsədimiz odur ki, bildiyiniz kimi köç etmək asan bir şey deyil. İnsan evdən evə köçür, nə qədər əziyyət çəkir. 30 il, 2 dəfə, 3 dəfə demək olar ki, bu rayonun, kəndin, cəmaatı bəli, köç həyatı yaşayıbdır və bu köç həyatı da asan bir şey deyil. Bizim də təşkilat olaraq əlimizdən gələn odur ki, belə sizlərlə görüş keçirək, sizə bir motivasiya verək, yeni bir həyata, yeni bir şeyə uyğunlaşmaq üçün əlimizdən nə gəlir, uşaqlara dəstək olaq, xanımlara dəstək olaq, psixoloji və mənəvi dəstək göstərək. Bugün də bizim təşkilatımız bugünə qədər bir çox layihə həyata keçirdi. Türkiyədə, Macaristanda, Serbiyada, bildiyiniz kimi Serbiyada da soyqırım hadisələri baş verib. Onlarda da eyni bizdə Xocalı hadisəsində olan kimi, onlarda 10 minə yaxın insanı soyqırım cinayəti törədilibdir. Orada da biz bir neçə tədbirlər həyata keçirmişik. Soyqırım həqiqətlərini özündə birləşdirən kitablar nəşr elətdirmişik və onları müxtəlif dillərdə çap elətdirib həmin tədbir iştirakçılarına təqdim etmişik. Bugün də bizim burada olmaqda məqsədimiz odur ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə işğaldan azad olunmuş bölgəyə qayıtmış xanımlarla və uşaqlara dəstək olmaq, o üzrə iş görməkdir. Gəlmişik ki, sizlərlə görüşək, sizlərə bir motivasiya yaradaq, sizlərlə bir halınızı, əhvalınızı soruşaq, uşaqlarda, sizlərdə ruh yüksəkliyi yaradaq və məqsədimiz budur. Ona görə də bugün sizlərin yanınızda olmuşuq. Əgər böyüklərimizdən, ağsaqqallarımızdan kimsə söz demək istərsə, buyurun. Sağ olun. Sözlər sizin. Kim söz demək istəyir, buyursun. Sədrimiz sizdə, zəhmət oldu siz deyin. Sən belə danışmanı sevirəm. Deyirəm, başda siz olmaqla, belə tədbir keçirməyiniz üçün sizə təşəkkürümü bildirirəm. Əlbəttə ki, bizim ailə üçün də çox qürur verici bir an oldu ki, biz də bu gözəl Qarabağımızda yaşamağı Allah bizə nəsib elədi, biz burada yaşamağı gördük. Mən həmişə özümü övmürəm. Ancaq ki, mən həmişə bu vətənə, Qarabağın harası olsun, həmişə fəxr eləmişəm ki, mən ora qürurla gedəcəm. Ona görə ki, mən birinci növbədə üzr istəyirəm böyüklərdən. Yoldaşım, 2-ci qrup Qarabağ əliyəm. Böyük övladım, yəni ki, o vaxtı biz nə qədər də təşəbbüs görsək də, bax bu övladım, özü Vankomatda könüllü, getdi Ağcəkətdə, öz iştirak elədi. Düzdür, ondan əziyyət çəkmişdim. Elə oldu ki, Allah təala mənim qismətimi, elə bir qismətdə gətirdi, çıxartdı ki, kiçik övladım, əskər getdi, o da antiterrorun iştirakçısı oldu. Yəni mən bunlarla qürur duyuram, öz vətənimizlə, prezidentimizlə, burada da özüm dövlət işindəyəm, öz işimlə qürur duyuram. Çox xoşbəxt bir insanam ki, Allah təala mənim, aləmi, sevənlərimizi Qarabağ torpağında yaşamağı bizə nəsib elədi. Bunun üçün Allahdan bütün şəhidlərimizi, mən hər girəndə, o torpaqda işləyəndə, onu mən özüm şifahi deməklə deyir, Allah ürəyimizə görə bilir.
Hər oturanda, duranda deyirəm şəhidlər, Allah sizə rəhmət eylesin. Sizin qarşınızda baş əyir. Vallahi billahi. Biz onlara borçluyuz. Başta da prezidentimiz olmaqla Allah prezidentimizi qorusun. Çox sağ olun. Amin. Çok sağ olun. Çok sağ olun. Şerefsizlikli danışmak diyorsun.